Salam uşaqlar. 36-cı testlə davam edək. Qədim Şərq mövzusu Dövlət İmtahan Mərkəzi 2025-ci il nəşri toplu. Deməli, 1. Kutilərin Mesopotamiyaya yürüş etməsi, Akkad dövləti süqut etməsi nəticəsində. Bəli, bu doğrudur. 2. İkinci Ramzesin Het dövləti ilə müharibəsi nəticəsində Nubiyanın Misirə qatılması. Bu yanlışdır, çünki Nubiyanı birinci Tutmos tutubdur. 3. Kadeş müqaviləsinin imzalanması nəticəsində Suriya ərazisinin iki dövlət arasında bölüşdürülməsi. Aşağı və yuxarı Misir dövlətləri arasında müharibə nəticəsində Misir zəifləyir və parçalanır. Bu yanlışdır. Deməli, cavab 1 və 3-dür. 37. Hadisə nəticə əlaqələrinin düzgün verildiyi bəndi müəyyən edin. Het tayfalarının Misir tərəfindən məğlub edilməsi nəticəsində Suriyanın cənubunun 2-ci Ramzesin hakimiyyəti altına keçməsi. Doğrudur. 2. Sarqonun başçılığı ilə Akkadların hücumu nəticəsində Kuti dövlət qurumunun ərazisinin işğal edilməsi. Bu yanlışdır. 3. Birinci Tutmosun işğalçı müharibələr aparması nəticəsində Misir sərhədlərinin cənubda Fərat çayına qədər uzanması. Bu yanlışdır, çünki cənubda yox, Misirdən şimaldadır Fərat. 4. Yuxarı Misir və aşağı Misir arasında müharibə nəticəsində vahid Misirin yaranması. Bəli, bu doğrudur. Deməli, 1 və 4-dür cavab. 38-ci test. Şumer şəhər dövlətlərinin idarəetmə sisteminə aid xüsusiyyətlər. Erkən şəhər dövlətlərinin məbəd kahini tərəfindən idarə edilməsi. Doğrudur. En adlı ali kahin idarə edir. Hökümdarların Luqal adlanması. Bəli, doğrudur. Ensi Luqal hökümdar idi, həm də hərbi işlərə baxırdı. Demək, məhkəmə işlərinə Çatinin baxması yanlışdır, çünki bu Misirdədir. Şumer qadınlarının kişilərlə bərabər hüquqa malik olması, bu da doğrudur. Cavab 1, 2, 4 olacaq. Qoşun başçısı Stratek isə Yunanistanda idi. 5 yanlışdır. 39. Eramızdan əvvəl 3-cü minilliyə aiddir. Lubi dövlət qurumunun süqutu. Bəli, doğrudur. 3-cü minillik ərzində mövcud olmuş. Lubi, Kuti, Arrata 3-cü minilliyin sonunda süqut etmişdir. Biri 1-dir. Təkərin ixtirası. Vahid Misirin mövcud olması. Təkərin ixtirası 3-cü minillikdə deyil, 4-cü minillikdədir. 3. Vahid Misir dövlətinin mövcud olması, bəli, 3-cü minillikdə mövcud idi. 4-də yaranmış, 3-də də mövcud olmuşdu. Cavab 1 və 3 olacaq. Şumerlərin Mesopotamiyada məskunlaşması isə eramızdan əvvəl 7-6-cı minilliklərdir. 40-cı test. Eramızdan əvvəl 3-cü minilliyə aiddir. Qədim Misirdə ilk dövlətlərin yaranması yanlışdır. 4-cü minillikdə yaranıbdır. Vahid dövlət. Kutilərin Mesopotamiyaya yürüşü, bəli, 2 doğrudur. Atropatenanın Selevkilərdən asılı olması, xeyr, bu 3-cü əsr 223-cü il eradan əvvəl. Akkad imperiyasının süqut etməsi, bəli, 3-cü minilliyin sonunda Akkad imperiyası süqut edir. Deməli, 1, 2, 4. Kadeş müqaviləsi isə 2-ci minillikdədir. Bilirik ki, adı çəkilən məşhur Misir hökümdarları 2-ci minillikdə hakimiyyətdə olub. 41. Qədim Misir dövlətinin idarə edilməsinin xarakterli xüsusiyyətləri. Hərbi idarənin Fironun köməkçisi olan Çatinin əlində cəmlənməsi yanlışdır. Hərbi idarəyə baxmırdı. Dəftərxana, məhkəmə kimi işlərə baxırdı. Çati. Məhkəmə orqanlarının Çat tərəfindən idarə edilməsi, bu doğrudur. Hökümdarın qeyri-məhdud hakimiyyətə malik olması, bu da doğrudur. 2, 3. Dövlətin başında ensi yanlışdır. Səma cisimlərini müşahidə etmək üçün zikkurat da yanlışdır. Demək, cavab 2 və 3-dür. 42. Qədim Misir dövlətinin idarə edilməsinin xüsusiyyətlərini göstərin. Ölkənin təsərrüfat həyatını ali kahinin idarə etməsi. Fironun baş komandan olması. Təsərrüfata ali kahin baxmırdı. Ali kahin dini işlərə baxırdı. Fironun baş komandan olması doğrudur. Firon dəftərxanasını və məhkəmə orqanlarının Çat sərhədində olması doğrudur. 2, 3. Bütün idarəçi Çatinin əlində idi. Yanlışdır. Xalqın idarəçidə geniş iştirak etməsi də yanlışdır. Cavab 2 və 3-dür. 43. Doğru hadisə və nəticə əlaqələrini müəyyən edin. Misir fironlarının işğalçılıq siyasəti nəticəsində Suriya, Fələstin və Finikiyanın Misirə birləşdirilməsi. Doğrudur. Misirin vahid dövlətə birləşməsi, Fivin paytaxt olması yanlışdır. Çünki ilk dəfə birləşəndə Memfis idi paytaxt.
3. İkinci Ramzesin ön Asiya ölkələrinə hücum etməsi nəticəsində həmənlərin süqutu yanlışdır. Qavqamela döyüşü nəticəsində 3-cü Daranın məğlub edilməsi doğrudur. Cavab 1 və 4-dür. 44-cü test. Misir hərbi siyasi gücünə və ərazisinə görə ən qüdrətli və böyük dövlət idi. İri miqyaslı yürüşlərdə 1-ci Tutmos başlanmış, işğallar isə 3-cü Tutmosun hakimiyyət dövründə daha da genişlənmişdir. O uğurlu yürüşlər edərək Suriya, Fələstin və Finikiyanı Misirə birləşdirir. Verilənlərdən istifadə edərək qədim Misirin xüsusiyyətini müəyyən edin. Ərazisi genişləndirilir, doğrudur. Quldarlığın yaranması yanlışdır. Ölkənin ilk dəfə birləşməsi yanlışdır. Güclü və qüdrətli orduya sahib olması doğrudur. Cavab 1 və 4-dür. 45. Xronoloji ardıcılığı müəyyən edin. Atropatena Parfiya tərəfindən işğal olunması eramızın 1-ci əsri, Mannada hakimiyyətin işdən keçməyə başlaması eradan əvvəl 8-ci əsr, Misirdə vahid dövlətin yaranması eradan əvvəl 4-cü min ikinci yarısı, Firon 2-ci Ramzesin işğalları eradan əvvəl 2-ci minillik. Deməli cavab olacaq 3, 4, 2 və 1. Növbəti ardıcıllıq 46. Bir vahid Misir dövlətinin yaranması eradan əvvəl 4-cü minilliyin sonu, Azərbaycanda İskit padşahlığının yaranması eradan əvvəl 7-ci əsr, Mannanın yaranması eradan əvvəl 9-cu əsr. 1, 3, 2. 47-ci test. Xronoloji ardıcıllıq yenə də. 3-cü Tutmosun Asiyaya yürüşü eradan əvvəl 2-ci minillik, vahid Misir dövlətinin yaranması eradan əvvəl 4-cü minilliyin sonu, Kuti dövlət qurumunun yaranması eradan əvvəl 3-cü əsr 3-cü minilliyin ikinci yarısı, Mannanın süqutu eramızdan əvvəl 6-cı əsrin əvvəli. Deməli cavab olacaq 2, 3, 1, 4. 48-ci test. Uyğunluğu müəyyən edin. Qədim Misir mədəniyyətinə aid hadisə tapmalıyıq, Şumerə aid hadisə tapmalıyıq. Deməli, Gilgameş dastanının yazılması Şumerə aiddir. A gedir 2-yə. Memarlıqda ilk tağ üsulu və sütunlardan istifadə edilməsi. Demək, bu gedəcək Şumerə, B gedəcək Şumerə. Ehramların tikilməsi C gedəcək Misirə. Dirlik ağacına etiqad Mannaya aiddir. Sfinks heykellərinin caldırılması gedəcək Misirə. 49-cu test. Sargon və Ramzes Anubaniya aid hadisə tapacaq. A variantı. Kadeş müqaviləsinin bağlanması gedir 2-ci Ramzesə. Dünya tarixində ilk imperiyanın yaradılması gedəcək Sargona. Qələbə sütunu gedəcək Anubaniya. Akkad dövlətinə son qoyulması heç birinə getmir. Misirin ilk dəfə vahid dövlətə birləşməsi də heç birinə getmir. Demək, Misirə aid olan testləri bitirdik. Gələn izahımız qədim Çin, böyük Hun dövləti olacaq. Dinlədiyiniz üçün sağ olun.